Heç alma mürəbbəsi yemisiniz? Siz də bu cür hazırlasanız almalarınız bişərkən əzilməyəcək və şirəsi də şəffaf qalacaq. Reseptini də hər zamanki kimi sizin çox sevdiyiniz kitabımdan götürmüşəm. Bazarda satılan ən bərk almanı aldım. Yaxşı olardı ki, almalarınız turşməzə olsun. Qabıqlarını soyub içini də təmizləyirəm. Daha sonra bu şəkildə doğrayıb isti suyun içinə qoyuram ki, almalarımız qaralmasın. Ləyənə şəkər tozu və su əlavə edib şirənin qaynamasını gözləyirəm. Şirə qaynadıqdan sonra almaları bura əlavə edib dərhal ocaqdan götürürəm və 4-6 saat ərzində soyuduram. İkinci dəfədə qaynayana kimi bişirib götürürəm. Bu artıq 3-cü mərhələdir. Burada da 5-7 dəqiqə ərzində bişirib ocaqdan götürürəm. 4-cü dəfədə tam hazır olana qədər bişirirəm. İçinə biraz xil və yaxud da limon da əlavə eləyə bilərsiniz. Bu şəkildə mürəbbənin hazır olub olmamasını yoxlayıram. Baxın, almalar əzilmədən necə gözəl bişib, dən qalıb. Dadı da möhtəşəmdir. Marmelad kimi mütləq hazırlayın. Köhnə kitablardan daha çox reseptlərin gəlməsini istəyirsinizsə mənə dəstək olmağı unutmayın. Hələlik.